Bizim bugün sizden keçəcəyimiz mövzu olacaq problem əsaslı öyrənmə və layihə əsaslı öyrənmə. Birinci problem əsaslı öyrənmənin izahına baxaq. Sonra layihə əsaslı öyrənmənin izahına baxarıq. Deməli müəllimlər, bax biz sizdən təlim modellərindən, deməli hansıları keçmişik? İnteraktiv təlim modellərini keçmişik, bir də sorğu və araşdırma əsaslı təlim modellərini keçmişik. Və bu təlim modelləri nə üçün lazımdır? Yəni müəllim dərsini istədiyi təlim modellərindən istifadə edərək qura bilər. Yəni dərsdə istədiyi təlim modelindən istifadə edə bilər. Məsəl üçün istəsə dərsini bu gün interaktiv təlim modelindən istifadə etməklə qura bilər və yaxud da ki, istəsə sorğu və araşdırma əsaslı təlim modellərindən, problem, layihə əsaslı təlim modellərindən istifadə etməklə dərsini qura bilər. İndi biz deməli sizlərlə problem əsaslı öyrənmənin izahına baxırıq. Şagird mərkəzli öyrənmə modellərindən biri də problem əsaslı öyrənmədir. Bax, biz əvvəl interaktiv təlimdən də danışanda, sorğu və araşdırma əsaslı təlim modellərindən danışanda da orada da demişdik ki, bu təlim modelləri deməli şagird mərkəzli təlim modelləridir. Şagird mərkəzli təlim modeli nə deməkdir? Yəni dərsin mərkəzində şagird dayanır, müəllim dərsini qurarkən, tədris edərkən, dərsini planlayarkən şagirdlərin marağını, tələbatını nəzərə alır, şagirdlərin potensialını nəzərə alır və burada məqsəd nədir? Yəni bax bu təlim modellərindən istifadə etməklə məqsəd nədir? Müəllim şagirdlərin tələbatını nəzərə almaqla şagirdlərin inkişafını təmin etməkdir. Şagirdləri dövrün tələbinə uyğun olaraq yetişdirməkdir. Həmçinin də problem əsaslı öyrənmənin də məqsədi nədir? Şagirdlərin hər tərəfli formalaşdırmaq, yetişdirmək, şagirdlərdə problem həll etmək, tənqidi təfəkkür və digər deməli ünsiyyət, qərar qəbul etmək, problem həll etmək kimi bacarıqları şagirdlərdə formalaşdırmaqdır və inkişaf etdirməkdir. Deməli, dedik ki, problem əsaslı öyrənmə şagird mərkəzli öyrənmə modellərindən biridir. Bu öyrənmə modelində şagirdlər fənnin məzmununa uyğun olaraq real həyatı problemlərin həllinə çalışırlar. Problem əsaslı öyrənmənin tətbiqi zamanı şagirdlərə hər hansı bir real həyatı problemlər təqdim olunur. Şagirdlər də deməli həmin problemin ətrafında düşünürlər, təhlillər aparırlar, problemin nə olduğunu müəyyənləşdirirlər və sonda problemin həll yolunu, yəni problemin ən uyğun, səmərəli həll yolunu ortaya qoyurlar. Deməli, şagirdlər problem əsaslı öyrənmə zamanı şagirdlər həm mövcud biliklərindən istifadə edir, həm də yeni bilik, bacarıq əldə edirlər. Əlbəttə ki, şagirdləri hər hansı bir problemin həllinə yönəldiriksə, müəllimlər çox xahiş edirəm, mikrofonu bağlayağın. Yaxşı, özüm bağlayım. Deməli, nə dedik? Dedik ki, deməli, qoyulan problem real həyatı problemləri əks etdirməlidir. Və deməli, şagirdlər burada həm mövcud biliklərindən istifadə edirlər, həm də yeni bilik və bacarıq əldə edirlər. Əlbəttə ki, biz şagirdlərin qarşısına qoyduğumuz problem elə olmalıdır ki, şagirdlər burada mövcud biliklərindən istifadə edə bilsinlər. Yəni, bu nə deməkdir? Yəni, qoyulan problem şagirdlərin yaş səviyyəsinə, şagirdlərin deməli biliyinə, şagirdlərin biliyinə, yaşına uyğun olmalıdır. Yəni qoyulan problem çox çətin olmamalıdır. Müəyyən qədər çətin olmalıdır ki, şagirdlər deməli həmin problemin həll yolu üçün ortaya bir fikir, səmərəli yol qoya bilsinlər. Deməli, şagirdlər problem əsaslı öyrənmə zamanı həm mövcud biliklərindən istifadə edir, həm də yeni bilik və bacarıq əldə edirlər. Həmçində şagirdlər problemin üzərində hər tərəfli düşünürlər, problemi hər tərəfli müzakirə edirlər, həmçinin də komanda şəklində problemin həllinə çalışırlar. Problem əsaslı öyrənmə qrup şəklində aparılır və buna görə də, qrup şəklində aparıldığına görə də şagirdlərdə əməkdaşlıq, ünsiyyət və digər deməli həyatı bacarıqlar da şagirdlərdə formalaşır. Problem əsaslı öyrənmə 5 mərhələdən ibarətdir. Deməli, problem əsaslı öyrənmə neçə mərhələdən ibarətdir? 5 mərhələdən ibarətdir. Birinci mərhələdə müəllim deməli problemi əks etdirən açıq tipli sual təqdim edir şagirdlərə. Deməli, ikinci mərhələdə problemi aydınlaşdırırlar, problem ətrafında müzakirələr aparırlar. Üçüncü mərhələdə şagirdlər biliklərini təsnif edirlər. Yəni, problem haqqında nə bilirlər və yaxud da ki, nəyi bilməyə ehtiyac var, buna baxırlar. Dördüncü mərhələdə mümkün problemin həll yolunun, belə deyək də, problemin
demək, həll yollarını ortaya qoyurlar. Sonuncu mərhələdə, yəni 5-ci mərhələdə nəticələri və həll yollarını bölüşürlər. Yəni şagirdlər problemin həlli üçün müəyyənləşdirdiyi həll yollarını bir-biri ilə bölüşürlər. Demək ki, dedik 1-ci mərhələdə problemi ifadə edən açıq tipli sual qoyulur. Deməli, sual qoyulduqdan sonra şagirdlər həmin sual ətrafında sualı düşünməyə çalışırlar. Sualı anlamağa çalışırlar. Görək, bu sual nədir? Belə deyək, problem nədir? İkinci mərhələdə problemi aydınlaşdırırlar, problem haqqında müzakirələr aparırlar. Burada deməli şagirdlər problemin haqqında müzakirələr aparırlar. Bir-biri ilə fikir mübadiləsi aparırlar. Üçüncü mərhələdə şagirdlər problem haqqında nə bilirlər, ortaya qoyurlar. Yəni belə deyək də, problemin haqqında kim nə bilirsə, öz bildiyini ortaya qoyur. Həmçində problem haqqında əlavə nəyi bilməyə ehtiyac var, bunu deməli buna baxırlar. Dördüncü mərhələdə problemin mümkün həll yollarını ortaya qoyurlar. Yəni belə deyək də, artıq şagirdlər problem haqqında nə bilirlər, problem haqqında nəyi bilməyə ehtiyac var, bunu özləri üçün təhlil eləyirlər, analiz eləyirlər. Dördüncü mərhələdə problemin mümkün həll yollarını ortaya qoyurlar. Və sonda deməli nəticələrin həll yolu bölüşür. Belə deyək də, burada problem həll etmə dedik ki, qrup şəklində aparılır və qruplar problemin nə olduğunu müəyyənləşdirirlər, problem haqqında bildiklərini ortaya qoyurlar və problemin mümkün həll yollarını sonda ortaya qoyurlar. Mümkün həll yollarını ortaya qoyurlar və 5-ci mərhələdə nəticələri, həll yolunu bölüşürlər. Belə deyək də, hər qrup öz həll yolunu bölüşür. Deməli, problem əsaslı öyrənmə bir çox xüsusiyyətləri ilə layihə əsaslı öyrənməyə çox oxşuyur. Düzdür, bunların fərqli xüsusiyyətləri də var. Mən fərqli xüsusiyyətlərindən sonda danışacağam. Sadəcə ilkin mərhələdə bunların oxşar xüsusiyyətlərinə baxaq. Deməli, problem əsaslı öyrənmə bir çox xüsusiyyətləri ilə layihə əsaslı öyrənməyə oxşuyur. Həmçində problem əsaslı öyrənməni layihə əsaslı öyrənmənin alt forması kimi də təqdim edirlər. Bütün oxşar cəhətlərinə baxmayaraq dedik ki, hər ikisinin bir-birindən fərqli xüsusiyyətləri də var. Fərqli xüsusiyyətlərini isə biz sonda baxarıq. Belə müəllimlər, problem əsaslı öyrənmə bu qədər çox asan bir mövzudur. Yəni belə bir çətin mövzu deyil. İndi fikirlərimizi bir daha müəllimlər ümumiləşdirək. Görək biz problem əsaslı öyrənmə haqqında nə danışdıq, nə öyrəndik. Dedik ki, şagird mərkəzli öyrənmə modellərindən biri də problem əsaslı öyrənmədir. Belə deyək, problem əsaslı öyrənmənin kökündə nə dayanır? Bax, bu təlim modelinin məqsədi nədir? Bu təlim modelinin məqsədi odur ki, şagirdlərdə problem həll etmə bacarığını formalaşdırsın. Deməli, şagirdlərdə problem həll etmə bacarığını formalaşdırsın. Əlbəttə ki, bilirik ki, şagirdlər hər hansı bir problemi həll edən zaman şagirdlərdə əməkdaşlıq, ünsiyyət, qərar qəbul etmə, tənqidi təfəkkür kimi bacarıqlar da formalaşır və inkişaf etmiş olur. Həmçində dedik ki, qoyulan problem şagirdlərin yaş səviyyəsinə uyğun olmalıdır. Həmçində dedik, qoyulan problem çox çətin olmamalıdır, müəyyən qədər çətin olmalıdır. Bəzən testlərdə müəllimlər biz çox çətin olmalıdır fikri ilə rastlaşa bilərik. Bax, bu yanlış olub, yanlış yanaşmadır. Qoyulan problem müəyyən qədər çətin olmalıdır. Və həmçində dedik ki, problem əsaslı öyrənmə qrup şəklində aparılır və bu baxımdan da şagirdlərdə digər yumşaq bacarıqlar da formalaşmış olur. Yumşaq bacarıqlar hansılardır? Yəni biz buna yumşaq bacarıqlar da deyə bilərik, həyati bacarıqlar da deyə bilərik. Hər ikisinin belə deyək xüsusiyyəti eynidir. Yumşaq bacarıqlar hansı oldu? Əməkdaşlıq, ünsiyyət, problem həll etmə, qərar qəbul etmə kimi bacarıqlar da deməli bu təlim modelindən istifadə edən zaman şagirdlərdə formalaşmış olur. Həmçində dedik ki, problem əsaslı öyrənmə 5 mərhələdən ibarətdir. Birinci mərhələdə müəllim mövzunu əks etdirən açıq tipli sual təqdim edir şagirdlərə. İkinci mərhələdə şagirdlər problemi aydınlaşdırırlar, müzakirələr təşkil edirlər. Üçüncü mərhələdə şagirdlər problem haqqında bildiklərini ortaya qoyur. Həmçində problem haqqında nəyi bilməyə ehtiyac var, buna baxırlar. Dördüncü mərhələdə mümkün həll yollarını ortaya qoyurlar. 5-ci mərhələdə isə nəticələrin
Yəni həll yolunu bir-biri ilə qruplar, bir nəticələri, həll yolunu qruplar bir-biri ilə bölüşürlər. Həmçində dedik ki, problem əsaslı öyrənmə bir çox xüsusiyyətləri ilə layihə əsaslı öyrənməyə də oxşuyur. Bunların oxşar xüsusiyyətləri də var, ancaq fərqli xüsusiyyətləri də var. Aha, oxşar xüsusiyyətləri bax nə olacaq? Oxşar xüsusiyyətləri o olacaq ki, müəllimlər hər ikisində problem qoyulur. Problem əsaslı öyrənmədə də, layihə əsaslı öyrənmədə də, yəni hər ikisində problem qoyulur. Aha, bundan əlavə hər ikisi komanda şəklində, qrup şəklində həyata keçirilir. Hər ikisində şagirdlərdə həyati bacarıqlar formalaşır. Ünsiyyət, əməkdaşlıq kimi, problem həll etmə, tənqidi təfəkkür kimi bacarıqlar formalaşır. Belə deyək də, yəni hər ikisində 21-ci əsr bacarıqları formalaşır. Deməli, bu oldu bunun oxşar xüsusiyyətləri. Fərqli xüsusiyyətlərini də dediyim kimi sonda baxarıq. İndi baxırıq layihə əsaslı öyrənməyə. Görək layihə əsaslı öyrənmə nədir? Layihə əsaslı öyrənmə də problem əsaslı öyrənmə kimi şagird yönümlü təlim modellərindən biridir. Burada deməli şagirdlər həm nəzəri biliklərindən istifadə edirlər, deməli həmçində proses boyu şagirdlərdə yeni bilik və bacarıqlar da formalaşır. Yəni bax, layihə əsaslı öyrənməni təşkil edən zaman şagirdlərin baza biliklərinin olması şərtdir. Yəni əgər müəllim bu gün dərsdə layihə əsaslı öyrənmədən istifadə edirsə, həmin mövzu haqqında şagirdlərin baza biliklərinin olması şərtdir. Yəni baza bilikləri olmasa, şagirdlər bu təlim modelinin belə deyək də, bu təlim modelinin deməli istifadəsi bir o qədər də effektiv olmayacaq. Bax, burada da problem əsaslı öyrənmədə olduğu kimi, burada da həyati problemlər, yəni bax, layihə əsaslı öyrənmə zamanında şagirdlərin qarşısına hər hansı bir real həyatı əks etdirən problem təqdim olunur. Deməli, şagirdlər bax, burada layihə əsaslı öyrənmə zamanı hər hansı bir faktı əzbərləmirlər, əzbərləyib danışmırlar. Burada şagirdlər bildiklərini artıq nəyi bilirlər? Mövcud biliklərini tətbiq edirlər. Aha, deməli, layihə əsaslı öyrənmənin bəs nə kimi faydaları var? İndi onlara baxaq. Deməli, layihə əsaslı öyrənmə modelində şagirdlər mövcud bilik və bacarıqlardan istifadə etməklə proses boyu yeni bilik və bacarıqlar da qazanır. Bax, çünki biz dedik ki, layihə əsaslı öyrənmə zamanı şagirdlərin baza biliklərinin öyrənməsi, baza biliklərinin olması şərtdir. Yəni şagirdlərin baza biligi olmasa, belə deyək də, layihə əsaslı öyrənmənin tətbiqi o qədər səmərəli olmayacaq. Və həmçinin də dedik ki, layihə əsaslı öyrənmənin faydalarından biri də o oldu ki, şagirdlər həm mövcud biliklərindən istifadə edirlər, həmçinin də proses boyu yeni bilik və bacarıqlar qazanırlar. Həmçinin şagirdlərdə 21-ci əsr bacarıqları formalaşır. 21-ci əsr bacarıqları hansılardır? Yaradıcı təfəkkür, əməkdaşlıq, ünsiyyət, problem həll etmə kimi bacarıqlar formalaşır. Deməli, müəllimlər, bax, problem əsaslı öyrənmədə də yaradıcı təfəkkürün üstünə xətt çəkək. Yaradıcı təfəkkürdən başqa, deməli, problem əsaslı öyrənmədə də, layihə əsaslı öyrənmədə də hər ikisində 21-ci əsr bacarıqları formalaşır. Yəni, belə deyək də, hər iki təlim modelinin tətbiqi zamanı şagirdlərdə 21-ci əsr bacarıqları formalaşır. İndi 21-ci əsr bacarıqları hansılar oldu? Əməkdaşlıq, ünsiyyət, problem həll etmə, qərar qəbul etmə kimi bacarıqlar deməli formalaşır. Düzdür, belə deyək də, yaradıcı təfəkkür də 21-ci əsr bacarığıdır. Sadəcə yaradıcı təfəkkür layihə əsaslı öyrənmə zamanı formalaşır. Yəni problem əsaslı öyrənmədə əsasən tənqidi təfəkkür formalaşır da. Yəni problemin həllinə şagirdlər hərtərəfli baxırlar. Hərə öz həll yolunu əsaslandırır. Yəni belə deyək, problem həll etmə, problem əsaslı öyrənmədə yaradıcı təfəkkür yox, tənqidi təfəkkür formalaşır. Deməli, layihə əsaslı öyrənmə də 5 mərhələdən, yəni 5 addımdan ibarətdir. Burada da birinci sual qoyulur. Məsəl üçün, problem əsaslı öyrənmədə də birinci mərhələdə nə deyirdik? Müəllim açıq tipli sual qoyur. Burada da deməli, bax, problemli situasiyanı əks etdirən sual qoyulur. İkinci mərhələdə şagirdlər plan tuturlar. Yəni, plan tuturlar. İşi harda, necə həyata keçirəcəklər, layihədə kimlər olacaq, hansı mənbələrdən, hansı resurslardan istifadə edəcəklər. Yəni, planda bu kimi deməli xüsusiyyətlər öz əksini tapır.
Üçüncü mərhələdə deməli araşdırma və məhsul hazırlığıdır. Yəni şagirdlər burada qoyulan problemli situasiya, sual ətrafında araşdırma aparırlar, həmçində məhsul hazırlığı həyata keçirirlər. Dördüncü mərhələ olacaq skafoldinq və monitorinq mərhələsi. Beşinci mərhələ isə nəticələrin yoxlanması və prosesin dəyərləndirilməsi mərhələsidir. Bir də müəllimlər onu deyim ki, problem əsaslı öyrənmə ilə layihə əsaslı öyrənməni fərqləndirən bir cəhət də var. O da məhsul hazırlığıdır. Bax, məhsul hazırlığı yalnız və yalnız layihə əsaslı öyrənməyə aid bir deməli bacarıqdır. Müəllimlər, bu təlim modellərinin mən keçən dərsdə də demişdim ki, hərəsinin özünə məxsus xüsusiyyəti var ki, biz o açar sözlər deyək də, açar məqamları var, açar xüsusiyyətləri var. Onları bilsək, testdə belə deyək də, bax bunları bir-birindən çox asanlıqla fərqləndirə bilərik. Deməli, fərziyyə sürmək, bax sorğu və araşdırma əsaslı təlim modelini yadımıza salaq. Orada demişdik ki, əsasən açar məqam olaraq hansı söz yadımızda saxlaya bilərik? Deməli, bir maraq sözünü yadımızda saxlaya bilərik. Maraq sözünü, bir də demişdik ki, şagirdlər problemin həlli üçün fərziyyələr söyləyirlər, düzdürmü? Hərə öz fikrini ortaya qoyur. Bax, layihə əsaslı, düzdür, araşdırma hər ikisində var idi. Hər ikisində yox, daha doğrusu sorğu və araşdırma əsaslıda da var idi araşdırma, problem əsaslı öyrənmədə də var. Çünki şagirdlər problemin həlli üçün müxtəlif araşdırmalar aparır. Həmçinin layihə əsaslı öyrənmədə də araşdırma var. Yəni biz bu araşdırmadan testlərdə yola çıxa bilmərik. Amma məhsul hazırlığından yola çıxa bilərik. Məhsul hazırlığı yalnız və yalnız layihə əsaslı öyrənmədə var. Deməli, məhsul hazırlığı, bir də plan tərtibatı. Bir də plan tərtibatı, deməli, layihə əsaslı öyrənmədə var. Məsəl üçün, sualın qoyuluşu hər üçündə var. Belə deyək, sorğu və araşdırma əsaslı təlimdə də var idi, problem əsaslı öyrənmədə də var sualın qoyuluşu, həmçində layihə əsaslı öyrənmədə də var. Amma yenə təkrarlayıram, siz də mənlə bərabər özünüz üçün ya qeyd götürün, ya mənlə bərabər təkrarlayın. Ancaq layihə əsaslı öyrənməni testlərdə biz digər təlim modellərindən necə fərqləndirə bilərik? Deməli, plan tərtibatı və məhsul hazırlığı yalnız və yalnız layihə, axşamınız xeyir olsun müəllimə. Yalnız və yalnız deməli layihə əsaslı öyrənməyə aid bir xüsusiyyətdir. Deməli, dedik 4-cü mərhələ olacaq skafoldinqlik və monitorinq. Skafoldinq və monitorinq, belə deyək də, skafoldinq yanaşması, ümumiyyətlə bilirik ki, skafoldinq müvəqqəti dəstək deməkdir. Yəni, müəllim öz müvəqqəti dəstəyini hər bir təlim modelində verir. Yeri düşəndə sorğu və araşdırma əsaslı təlimdə də verir, problem əsaslı təlimdə də müəllim skafoldinqlik edir, layihə əsaslı öyrənmədə də. Yəni, bu bizim açar, belə deyək də, layihə əsaslı öyrənmə üçün açar deməli sözümüz olmaz. Deməli, 5-ci mərhələyə baxırıq. 5-ci mərhələ olacaq nəticələrin yoxlanması və prosesin dəyərləndirilməsi. İndi müəllimlər, ümumi olaraq mən izahımı verdim. İndi hər bir mərhələnin özünə məxsus deməli izahını bir daha verirəm ətraflı şəkildə. Demək ki, dedik 1-ci mərhələdə sual qoyulur. Bəli, ilkin mərhələdə müəllim real həyat problemini əks etdirən açıq tipli sual təqdim edir şagirdlərə. Şagirdlər suallara cavab axtarmağa çalışırlar. Yəni də suallara cavab axtarmaqla problemin həll yoluna çalışırlar. Bu mərhələdə müəllim şagirdləri yalnız yönəltməklə, düşünməyə kömək etməklə fasilitasiya edir. Deməli, müəllimlər, bax, problem əsaslı öyrənmədə də müəllimin fasilitasiya yanaşması var. Skafoldinqlik orada dedir, problemdə dedir, belə deyək, problemdə dedir, layihə əsaslı öyrənmədədir. Amma bir fərqi var ki, problem əsaslı öyrənmədə müəllim bir addım geridə dayanır. Amma layihə əsaslı öyrənmədə, bax, indi biz fikir versək, hər bir mərhələdə müəllim şagirdlərlə qarşılıqlı fəaliyyətdə olur. Deməli, layihə əsaslı öyrənmədə bir də layihə əsaslı öyrənməni problem əsaslı öyrənmədən bir də belə fərqləndirə bilərik ki, problem əsaslı öyrənmədə müəllim bir addım geridə olur. Amma layihə əsaslı öyrənmədə bütün mərhələlərdə elə müəllimin belə deyək də fasilitasiya bacarığı özünü göstərir. Bütün mərhələdə müəllim şagirdlərə skafoldinqlik edir. Skafoldinq nə oldu? Yəni müəllim müvəqqəti dəstək göstərir.
Deməli, bax burada da nə dedik? Dedik bu mərhələdə müəllim şagirdləri yalnız yönəltməklə, düşünməyə kömək etməklə fasilitasiya edir. Yəni müəllim şagirdlərə fasilitasiya edir. Nə üçün fasilitasiya edir? Şagirdləri problemin həllinə yönəldir, şagirdləri düşünməyə yönəldir. İkinci mərhələ oldu. Deməli, mərhələ də deyə bilərik, biz buna addım da deyə bilərik. Deməli, ikinci mərhələ oldu plan tərtibatı. Şagirdlər burada fəaliyyətin planını tərtib edirlər. Yəni fəaliyyət nə deməkdir? İş deməkdir də. Yəni şagirdlər bu fəaliyyəti, bu işi necə yerinə yetirəcəklər? Bax burada deməli belə deyək, həmin planda nələr öz əksini tapacaq? Layihənin müddətini müəyyənləşdirəcəklər. Biz bilirik ki, layihənin müddəti 2 həftə də ola bilər, yarım il də ola bilər və yaxud da ki, 1 il də ola bilər. Amma əsasən yarım il olsa daha belə deyək də, daha yaxşıdır. Deməli, planda şagirdlər müddəti müəyyənləşdirəcəklər, resursları müəyyənləşdirəcəklər. Yəni hansı resurslardan, hansı mənbələrdən istifadə edəcəklər, vəzifə bölgüsü aparacaqlar, görək layihə işində kimlər var və hərəni belə deyək də, burada layihə işi zamanı işçi atmosfer qrupu yaradılır və burada hər bir şagirdin öz iş bölgüsü, hər bir şagirdə iş tapşırılır. Hər bir şagirdin öz işi olur burada, öz vəzifəsi olur. Və bundan əlavə deyirik ki, planın hazırlanması planın hazırlanması zamanı, tərtibatı zamanı şagirdlərin də deməli iştirakı çox vacibdir. Yəni burada planı müəllim tərtib eləmir. Planın tərtibatı şagirdlərlə birlikdə deməli tərtib olunur. Həmçində bax burada da müəllimin mentorluğu ilə planda dəyişikliklərin edilməsi mümkündür. Bax burada da gördük müəllimin deməli şagirdlərə fasilitasiya edir, yəni şagirdləri yönəldir. Bax deməli belə deyə ikinci mərhələdə də nə dedik? Dedim müəllimin göstərişi ilə, müəllimin deməli mentorluğu ilə planda müəyyən dəyişikliklərin edilməsi mümkündür. Yəni belə deyək də, burada görürük ki, hər bir mərhələdə müəllim şagirdlərlə qarşılıqlı fəaliyyətdə olur. Üçüncü mərhələ olacaq araşdırma və məhsul hazırlığı. Burada da araşdırma elə adı üstündədir də. Şagirdlər nə edəcəklər? Əlbəttə ki, qoyulan sual ətrafında, problem ətrafında araşdırma aparacaqlar və artıq şagirdlər bu mərhələdə məhsul hazırlayacaqlar. Yəni problemi əks etdirən məhsul hazırlayacaqlar. Məhsul hazırlığı dedikdə, məhsul hazırlığı müxtəlif olur da. Yəni mövzuya uyğun olaraq şagirdlər müxtəlif məhsul hazırlaya bilərlər. Məsəl üçün layihə işi təqdim eləyə bilərlər. Məhsul hazırlığı dedikdə problemin həllini ortaya qoya bilərlər. Rəsm də hazırlaya bilərlər, maket də hazırlaya bilərlər və yaxud da ki, mövzuya uyğun olaraq rəqs də təqdim edə bilərlər, rollu oyun da təqdim edə bilərlər. Yəni məhsul hazırlığı dedikdə müxtəlif fəaliyyətlər nəzərdə tutulur. Deməli, nə dedik? Dedik, üçüncü mərhələdə şagirdlər araşdırma və araşdırma aparırlar və problemi əks etdirən məhsul hazırlığını ortaya qoyurlar. Bu zaman deməli şagirdlər etibarlı mənbələrdən informasiya toplayırlar, əldə edilən məlumatları təhlil edərək nəticəyə gəlirlər və problemin həll yolunu müəyyən edirlər. Dördüncü mərhələ olacaq skafoldinq və monitorinq deməli mərhələsi. Burada da proses müəllim tərəfindən izlənilir və şagirdlərə əgər lazımdırsa yerində və zamanında konstruktiv rəy verilir. Yəni bu mərhələdə müəllim şagirdlərlə əks əlaqə qurur. Əgər lazımdırsa, belə deyək, ehtiyac yaranarsa, müəllim şagirdlərə konstruktiv rəylə təmin edir. Konstruktiv rəy nə deməkdir? Yəni müəllim şagirdlərin ilk öncə müsbət tərəflərini vurğulayır, sonra əgər problem varsa, problemi aradan qaldırmaq üçün şagirdlərə doğru, düzgün yol göstərir. Deməli, həmçinin nə dedik? Dedik, ehtiyac yaranarsa, müəllim də şagirdlərə köməklik də göstərə bilər. Həmçində şagirdləri müxtəlif resurslara da yönəldə bilər. Sonuncu mərhələ olacaq nəticələrin yoxlanılması və prosesin dəyərləndirilməsi. Bax, burada dəyərləndirmə var da. Dəyərləndirmə nə deməkdir? Elə qiymətləndirmə deməkdir. Demək ki, bu mərhələdə şagirdlərin layihə işi tamamlanır, şagirdlərin layihəsi deməli dəyərləndirilir, qiymətləndirilir. Və necə qiymətləndirilə bilər? Burada deməli müxtəlif qiymətləndirmə rubriki vasitəsilə həm nəticələrin yoxlanılması, həm də prosesin dəyərləndirilməsi
prosesi aparılır. Deməli, bax burada müxtəlif rubriklər vasitəsilə həm nəticələri yoxlayırlar, həm də prosesi dəyərləndirirlər. Şagirdlər bu mərhələdə refleksiya edirlər, yəni öz işlərini refleksiya zamanı deməli şagirdlər öz fəaliyyətini qiymətləndirilir. Həmçində deyir, bax bu prosesdə də şagirdlərin iştirakı, bu prosesi də şagirdlərin iştirakı ilə aparılması məqsədə uyğundur. Bax bütün mərhələlərdə görürsüz şagirdlərə seçim imkanı verilir, sərbəstlik verilir. Həmçinin qiymətləndirmə mərhələsində də şagirdlərə seçim imkanı verilir. Deyir ki, layihə işinin qiymətləndirən zamanda deməli bu prosesdə də şagirdlərin iştirakı məqsədə uyğundur. Niyə? Çünki bu təlim modeli şagird mərkəzli təlim modellərindən biridir. Həmçində bax burada bizə nə deyir? Deyir, şagirdlər layihələrini təqdim etməmişdən əvvəl sınaqdan keçirməlidirlər ki, gözdən yayınan və yerində yaranan problemləri həll etsinlər. Müəllimlər, mən bayaq təlim modellərinin belə deyək də özünə məxsus açar sözlərindən danışdım. Bax, sınaqdan keçirmək də deməli yalnız və yalnız layihə əsaslı öyrənməyə aid bir açar məqamdır. Deməli, bax, məsəl üçün, sorğu və araşdırma əsaslı öyrənmədə, problem əsaslı öyrənmədə, indi biz növbəti dərsdə birbaşa təlimi keçəsik, orada deməli, şagirdlər öz işini sınaqdan keçirmir. Sınaqdan keçirmək yalnız və yalnız harda var? Layihə əsaslı öyrənmədə var. Deməli, şagirdlər öz işini təqdim etməmişdən əvvəl mütləq ki, öz işlərini deməli, sınaqdan keçirməlidirlər. Əgər, belə deyək, ola bilər ki, proses boyu şagirdlərin gözündən nələrsə yayınmış ola bilər. Şagirdlər öz işlərini sınaqdan keçirsələr, deməli, o zaman gözdən yayınan deməli, nələrsə varsa bunu müəyyənləşdirəcəklər və yerində yaranan problemləri həll edəcəklər. Deməli, layihələrin hazırlanması, belə deyək, uzun müddəti, yəni bir neçə dərsi və yaxud da ki, bir yarım ili əhatə edə bilər. Həmçində müəllimlər 1 ili də əhatə eləyə bilər. Amma əsasən belə deyək də 1 il, yarım il müddətində həyata keçirilsə, bu daha effektiv olar, daha yaxşı olar. Həmçinin dedik ki, layihə əsaslı öyrənmədə, deməli, layihə əsaslı öyrənmə qiymətləndirmə vasitəsi kimi də istifadə edilə bilər. Deməli, layihə əsaslı öyrənmə qiymətləndirmə vasitəsi kimi də istifadə edilə bilər. Məsəl üçün, bax, biz bunu problem əsaslı öyrənmədə biz belə bir fikir söyləmədik. Amma layihə əsaslı öyrənmədə belə bir fikir ortaya qoyuruq ki, deməli, layihə həm də qiymətləndirmə vasitəsi kimi də istifadə oluna bilər. Məsəl üçün, yəni bu nə deməkdir? Şagirdlərin hazırladığı layihəyə əsasən müəllim şagirdlərin yarım il qiymətini çıxarda bilər. Deməli, layihə əsaslı öyrənmənin bir neçə məqamları, xüsusiyyətləri də var. Baxaq görək o məqamlar hansılardır. Deməli, mövzu şagirdlərin bilik, bacarığı və səviyyəsinə uyğun olmalıdır. Əlbəttə, mən bunu mövzunun əvvəlində də dedim. Və deməli, qoyulan problem müəyyən qədər çətin və məntiqli olmalıdır. Çox çətin yox, ancaq müəyyən qədər çətin olmalıdır. Belə deyək də, qoyulan problem çox çətin olsa, şagirdlərin işi səmərəli alınmayacaq. Çünki qoyulan problem çətin olsa, axı şagirdlər bu problemi həll edə bilməyəcəklər. Ona görə də qoyulan problem şagirdlərin bilik və bacarıq səviyyəsinə uyğun olmalıdır. Həmçində müəyyən qədər çətin olmalıdır. Deməli, şagirdlər bu problemi həll etməklə ortaya real məhsul qoya bilərlər. Real məhsullardan da danışdıq. Yenə sonda da real məhsullara nümunələr göstərəcəm. Deməli, bax, yenə vurğulayıram. Real məhsul ortaya qoymaq yalnız və yalnız layihə əsaslı öyrənməyə aid bir xüsusiyyətdir. Sonra proses zamanı şagirdlər dərin və davamlı araşdırma aparırlar. Bu zaman onlar müxtəlif müzakirələrə qoşulur, yeni resurslar tapır, daima öyrənmə prosesində olur. Deməli, layihənin mövzusu real həyatdan götürülür. Bəli, biz belə deyək, problem əsaslı öyrənmədə də belə demişdik. Həmçinin layihə əsaslı öyrənmədə də deyirik ki, qoyulan problem real həyatdan götürülməlidir. Şagirdlərin maraq dairəsinə uyğun olmalıdır. Həmçində şagirdlərdə deməli real həyat problemlərini əks etdirməlidir. Həmçində müəllimlər, qoyulan problem, bax belə deyək də, şagirdlərin marağına səbəb olmalıdır. Yəni müəllim elə bir problem qoymalıdır ki, şagirdlərdə maraq oyansın həmin problemin həllinə.
Deməli, şagirdlər layihə boyu gördükləri işlə bağlı müxtəlif qərarlar verir və öz fərziyyələrini qiymətləndirirlər, refleksiya edirlər. Bundan əlavə deməli, layihə iştirakçıları proses boyu bir-biri ilə əks əlaqə qurur və konstruktiv bir-birinə rəy verir. Əlbəttə ki, müəllim də konstruktiv rəy verə bilər, şagirdlər özləri də bir-birinə deməli konstruktiv rəy verə bilərlər. Şagirdlər və onlarla birlikdə çalışan müəllimlər layihələrin səmərəliliyinin deməli qarşılaşdığı çətinlikləri, onları necə həll edə biləcəkləri ilə bağlı müzakirələr aparırlar və fikir yürüdürlər. Deməli, layihə işi zamanı, proses zamanı müəllimlər də şagirdlərlə birlikdə müzakirələrə cəlb olunurlar və birlikdə fikir mübadiləsi aparırlar. Layihə iştirakçıları öz işlərini qrafik şəklində, deməli model, fotolar, maket şəklində auditoriyaya təqdim edirlər. Müəllimlər, məsəl üçün, bayaq dedim ki, məhsul hazırlığı təqdim edirlər. Dedim ki, layihə əsaslı öyrənmənin sonunda, nəticədə şagirdlər məhsul təqdim edirlər. Bax, məhsul deməli, nə formada ola bilər? Məsəl üçün, mövzuya uyğun olaraq şagirdlər qrafik şəklində məhsul təqdim edə bilərlər, hər hansı bir model təqdim edə bilərlər, mövzuya uyğun olaraq fotolar, maket deməli təqdim edə bilərlər. Həmçində şagirdlər öz işlərini auditoriya qarşısında təqdim edirlər. Deməli, şagirdlər layihənin təqdimatını həm sinifdə apara bilərlər, həmçində sinifin daxilində və sinifdən kənarda da öz işlərini təqdim edə bilərlər. Deməli, şagirdlər məhsul hazırlığını, sonda öz işlərini, deməli, nəticə mərhələsində şagirdlər öz işlərini həm sinifdə təqdim edə bilərlər, sinif daxilində təqdim edə bilərlər, həm də sinifdən kənarda deməli şagirdlər öz məhsulunu təqdim edə bilərlər. Amma biz problem əsaslı öyrənmədə belə bir fikir söyləməmişdik ki, şagirdlər öz belə deyək, problemin həll yolunu həm sinifdə təqdim edə bilər auditoriyaya, həm də sinifdən kənarda təqdim edə bilərlər. Bax, bu verilən xüsusiyyət də yalnız və yalnız layihə əsaslı öyrənməyə aid bir xüsusiyyətdir. Müəllimlər, mən nə üçün hər ikisini inteqrasiya edirəm? Çünki problem əsaslı öyrənmə ilə layihə əsaslı öyrənməni bəzən müəllimlər testdə seçməkdə çətinlik çəkirlər. Ona görə də yerinə uyğun olaraq mən onları bir-birindən fərqləndirirəm ki, bizə aydın olsun. Deməli, nə dedik? Dedik ki, şagirdlər öz işlərini, layihələrin təqdimatını həm sinifdə, həm də sinifdən kənarda auditoriyaya təqdim edə bilərlər. Həmçinin də burada mövzunun plagiatlılığı yoxlanılır. Yəni, belə deyək də, düzdür, işlənmiş mövzu ola bilər, amma kiminsə işlədiyi təkrar mövzu olmamalıdır. Yəni, mövzunun plagiatlığı yoxlanılmalıdır, yoxlanılır. Düzdür, burada işlənmiş mövzulara müraciət etmək olar, işlənmiş mövzulara müraciət etmək olar. Sadəcə məsələyə yeni qatqı və yeni yanaşma əlavə etmək lazımdır. Yəni, layihə işi kiminsə işi olmamalıdır da, şagirdlər hardansa kopya çəkməməlidir. Şagirdlərin özünün deməli məhsul hazırlığı şagirdlərin özünə məxsus olmalıdır. Çünki layihə işi zamanı şagirdlər mövcud olan yox, yeni bir nəsə, deməli, yeni bir məhsul hazırlığı ortaya qoymalıdırlar. Deməli, nə dedik? Dedik ki, işlənmiş mövzulara müraciət etmək olar, sadəcə yeni qatqı, deməli, yeni yanaşma əlavə etməlidirlər. Yəni, belə deyək də, yəni, işlənmiş mövzuya şagirdlər öz belə yeni qatqısını, yeni yanaşmasını əlavə etməlidirlər. Həmçində rəqəmsal texnologiyada da tətbiq edilə bilər. Bax, bu da müəllimlər, rəqəmsal texnologiyada tətbiq etmək yalnız və yalnız bu layihə əsaslı öyrənməyə aid bir xüsusiyyətdir. Məsəl üçün, sorğu və araşdırma əsaslı öyrənmədə bu xüsusiyyət yoxdur. Problem əsaslı və yaxud da ki, birbaşa təlim olsun, oyunlaşdırma olsun, oyun və oyunlaşdırma təlim modeli olsun. Yəni, orada da belə bir xüsusiyyət yoxdur. Deməli, yalnız rəqəmsal texnologiyada da tətbiq edilə bilər. Bax, bu xüsusiyyət, bu fikir yalnız və yalnız layihə əsaslı öyrənməyə aid bir deməli fəaliyyətdir. Aha, vaxtımız bitir müəllimlər, çıxağın, vaxtımız bitir. Yenə həmin linkə daxil olarıq. Bağladım. Mövzunu izah eləyəndən sonra sonda nə sualınız olsa, sualınızı verməkdən çəkinməyin. Sadəcə indi səsi bağlamaq məcburiyyətindəyəm.
Belə, deməli başlayaq müəllimlər. Bir də deməli müəllimlər, bax bizim burada diqqət edəcəyimiz bir məqam var. Görək bu hansı məqamdır? Ekranı təmizləyim bir dəqiqə. Deməli, bax müəllimlər, deyir, dərslərdə müxtəlif layihələrin reallaşdırılması layihə əsaslı öyrənmə ilə eyni deyil. Bax, burada da müəllimlərimiz bəzən testdə yanlışa yol verirlər. Deməli, dərsdə həyata keçirilən layihələrin reallaşdırılması layihə əsaslı öyrənmə ilə eyni deyil. Bax, layihə işi deyək də, layihə bir dərsi əhatə eləyir. Amma layihə əsaslı öyrənmə daha geniş anlayışdır. Layihə əsaslı öyrənmə dedik, bir neçə dərsi, bir neçə həftə, yarım il, hətta ili də əhatə eləyə bilər. Amma layihə işi, yəni layihələrin həyata keçirilməsi belə deyək də, bir dərsdə həyata keçirilir, həmçində əsasən bölmənin sonunda həyata keçirilir. İndi burada nəyə diqqət eləmək lazımdır? Dedik ki, dərslərdə müxtəlif layihələrin reallaşdırılması layihə əsaslı öyrənmə ilə eyni deyil. Dərslərdə layihələrin reallaşdırılması şagirdlərdə bilik və bacarıqlar formalaşdırdıqdan sonra həyata keçirilir. Yəni, şagirdlərdə bilik və bacarıqlar formalaşdıqdan sonra onların tətbiqinə yer verilir. Layihə əsaslı öyrənmə amma belə deyil. Layihə əsaslı öyrənmə isə bilik və bacarıqlar layihənin reallaşdırılması zamanı baş verir. Düzdür, layihə əsaslı öyrənmədə şagirdlər mövcud biliklərindən istifadə edirlər. Problem əsaslı öyrənmədə də, layihə əsaslı öyrənmədə də şagirdlər mövcud biliklərindən istifadə edirlər. Bu söz. Amma əsasən şagirdlər layihə zamanı, proses zamanı yeni bilik və bacarıqlar da əldə edirlər. Amma dedik ki, layihə, dərsdə həyata keçirilən layihələr isə deməli, belə deyək də, şagirdlərdə nə zaman istifadə olunur? Şagirdlərdə bilik və bacarıqlar formalaşdıqdan sonra onların tətbiqi üçün yer verilir. İndi nümunəyə baxaq müəllimlər. Bax, burada deməli, nümunə var. Nümunə deməli, dərsdə həyata keçirilən layihə işinə aid bir nümunədir. Məsəl üçün, bax, deyir, biologiya dərsində daxili orqanları öyrəndikdən sonra şagirdlərin daxili orqanlar sisteminin modelinin hazırlanması layihədir. Amma bu, layihə əsaslı öyrənmə deyil. Bax, demək ki, şagirdlər biologiya dərsində daxili orqanları öyrəndilər və daxili orqanların quruluşunu, xüsusiyyətini öyrəndikdən sonra bax, deməli, daxili orqanlar sistemini əks etdirən model hazırlayırlar. Burada deməli, şagirdlər öyrəndiklərinə əsasən model hazırladılar. Öyrəndiyinə əsasən model hazırladılar. Həmçində mövcud olanı, belə dedim, mövcud olana əsasən bir model hazırladılar. Ona görə də bu deməli, layihə əsaslı öyrənmə deyil, bu olacaq dərsdə həyata keçirilən layihə işi. Amma biz buna layihə əsaslı öyrənmə deyə bilmərik. İndi isə layihə əsaslı öyrənməyə bir nümunə göstərmişəm. Nümunəyə baxaq. Deməli, nümunəmiz layihə əsaslı öyrənməyə aid bir nümunədir. Burada deməli, bax, layihənin mövzusu nə olacaq? Layihənin mövzusuna baxaq. İqlim dəyişikliyinin Xəzər dənizində suyun səviyyəsinə mənfi təsirləri və bununla bağlı təkliflərin layihələndirilməsi. Deməli, layihənin mövzusunu müəllim şagirdlərə təqdim edir. Bir daha təkrarlamıram. Deməli, layihənin mövzusunu bildik. İndi layihənin xülasəsinə baxırıq. Deməli, bax, şagirdlər bu layihədə iqlim dəyişikliyinin Xəzər dənizində suyun səviyyəsinin azalmasına təsirini araşdıracaqlar. Deməli, şagirdlər burada nəyi araşdıracaqlar? Şagirdlər burada iqlim dəyişikliyinin Xəzər dənizində suyun səviyyəsinin azalmasına təsirini araşdıracaqlar. Bu zaman şagirdlər coğrafiyanın sahələrini, o cümlədən iqlimi, ekosistemi, əhalini və bir çox faktları araşdıracaqlar. Amma gördünüz müəllimlər, biz layihə işində belə demədik. Bir dərsdə həyata keçirilən layihə işinin tətbiqi zamanı bayaq biz bu kimi xüsusiyyətləri sadalamadıq. Dedik ki, sadəcə şagirdlər daxili orqanlar öyrəndikdən sonra daxili orqanların modelini hazırlayır. Amma burada gördünüzmü, layihə əsaslı öyrənmə nə qədər əhatəlidir, genişdir. Mövzu etibarilə də, icra addımları etibarilə də, xülasəsi etibarilə də deməli, layihə əsaslı öyrənmə layihə işindən daha geniş, belə deyək, daha geniş bir yanaşmadır.
Aha, deməli burada layihənin xülasəsi nə olacaq? Şagirdlər burada iqlim dəyişikliyinin Xəzər dənizində suyun səviyyəsinin azalmasına təsirini araşdıracaqlar. Həmçinin də araşdırma aparan zaman şagirdlər coğrafiyanın sahələrini də araşdıracaqlar, iqlimi də, ekosistemi də, əhalini və digər faktları da digər faktları da araşdıracaqlar. İndi burada icra addımları var. Görün nə qədər mərhələləri belə deyək də, layihə əsaslı öyrənmə nə qədər mərhələləri özündə əks etdirir. Burada birinci addım olaraq şagirdlər Xəzər dənizinin suyunun çirklənməsi ilə bağlı sübutlar, informasiya toplayacaqlar. Deməli, görək iqlim dəyişikliyinin Xəzər dənizinin çirklənməsinə nə kimi təsiri var və şagirdlər bu haqda deməli sübutlar, informasiya toplayacaqlar. İqlim dəyişikliyinin təsirini təhlil edəcəklər. Bax görürsüz, layihə işi şagirdlərdə təhlil etmək bacarığını da formalaşdırır. Sonra şagirdlər deməli bənzər mövzuda olan tədqiqatlarla da tanış olacaqlar. Yəni bu mövzuya uyğun olan hər hansı bir mövzu, tədqiqatlarla da tanış olacaqlar. İqlim dəyişikliyinin təsiri ilə mübarizə aparan təşkilatlarla da əlaqə quracaqlar. Deməli layihə əsaslı öyrənmə zamanı şagirdlər deməli müxtəlif təşkilatlarla da əlaqə quracaqlar. Əgər mümkündürsə şagirdlər müxtəlif mənbələrdən, məsəl üçün yerli mütəxəssislərdən, elm adamlarından, sakinlərdən də müsahibə ala bilərlər. Deməli, bax, şagirdlər layihə əsaslı öyrənmə zamanı müxtəlif mənbələrdən, deməli, yerli mütəxəssislərdən də məlumat ala bilərlər, elm adamlarından, həmçinin sakinlərdən də deməli, müxtəlif müsahibələr ala bilərlər. Aparılan araşdırmaların nəticəsi kimi müxtəlif tövhə və təkliflər də verə bilərlər. Yəni şagirdlər özləri araşdırma iş apardıqdan sonra həmçinin şagirdlər müxtəlif tövhə və təkliflər də verə bilərlər. Deməli, hər bir şagird və ya qrup əldə etdikləri nəticələri və həll yollarını sinifdə və yaxud da ki, geniş auditoriya qarşısında da təqdim edə bilər. Deməli, şagirdlər araşdırma apardılar, təhlil etdilər, müxtəlif mənbələrdən məlumatlar topladı, digər şəxslərlə görüşdü, informasiyalar əldə etdilər və bunlara əsasən deməli şagirdlər sonda nəticəyə gəldilər və öz nəticələrini, problemin həll yollarını sinifdə də təqdim edə bilərlər və yaxud da ki, sinifdən kənarda auditoriya qarşısında təqdim edə bilərlər. Sonda deməli şagirdlər refleksiya apara bilərlər. Yəni alınan rəylərdən sonra ehtiyac yaranarsa layihəni yenidən gözdən keçirə bilərlər. Elə bil ki, bax bir növ şagirdlər öz işini təqdim edir. Bu zaman refleksiya aparılır. Həmçinin şagirdlər ətrafdakılardan rəy də ala bilərlər. Alınan rəylərə əsasən əgər ehtiyac yaranarsa layihəni yenidən gözdən keçirə də bilərlər. Sonuncu mərhələ olacaq qiymətləndirmə. Yəni layihə işinin qiymətləndirilməsi. Necə olacaq layihə işinin qiymətləndirilməsi? Qiymətləndirmə müxtəlif meyarlara əsaslana bilər. Məsəl üçün burada tədqiqatın dərinliyi qiymətləndirilə bilər, təkliflərin effektivliyi qiymətləndirilə bilər, həmçində təqdimatın keyfiyyəti də qiymətləndirə bilər. Bax, problem əsaslı öyrənmədə belə deyək də, qiymətləndirmə meyarları çox mürəkkəb olmur. Sadəcə şagirdlər belə deyək də problemin ən səmərəli həll yolu qiymətləndirilir. Amma layihə əsaslı öyrənmədə qiymətləndirmə meyarları mürəkkəb olur. Deməli, həm nə qiymətləndirilə bilər, təqdimatın dərinliyi qiymətləndirilə bilər, təkliflərin effektivliyi qiymətləndirilə bilər, həmçində təqdimat da, yəni şagirdlərin sonunda öz işini təqdim edir. Bax, o təqdimatın keyfiyyəti də qiymətləndirilə bilər. Həmçində deməli layihə əsaslı öyrənmə bütün fənlərdə tətbiq edilə bilər. Bəzən məsəl üçün testdə qarşılaşa bilərik ki, layihə əsaslı öyrənmə yalnız məsəl üçün belə deyək humanitar fənlərdə tətbiq edilə bilər. Xeyr, bu yanlış olacaq. Layihə əsaslı öyrənmə bütün fənlərdə tətbiq edilə bilər. İndi müəllimlər, biz layihə əsaslı öyrənmə və problem əsaslı öyrənmənin fərqli xüsusiyyətlərinə baxaq. Düzdür, mən belə deyək də, yerinə uyğun olaraq oxşar və fərqli xüsusiyyətlərini bildirdim. Bacardığım qədər çatdırmışam mövzunun içində. Sadəcə indi burada daha ətraflı biz problem əsaslı və layihə əsaslı öyrənmənin fərqli xüsusiyyətlərinə baxaq.
Aha. Deməli, bax, layihə əsaslı öyrənmə, problem əsaslı öyrənmə. Deməli, birinci baxırıq yanaşma tərzinə. Görək burada hər ikisinin fərqli xüsusiyyətləri necə olacaq, yanaşma tərzi necə olacaq? Deməli, layihə əsaslı öyrənmədə geniş mövzunu əhatə etməklə, yəni qoyulan problem geniş mövzunu əhatə etməklə kompleks problemlərə yönəlir. Həmçinin yekunda şagirdlərin deməli nəticələrini maddi məhsul, təqdimat, tədbir, ifa, musiqi, rəqs şəklində şagirdlər öz məhsul hazırlığını təqdim edə bilər. İndi baxırıq layihə problem əsaslı öyrənmədə. Deməli, burada hər hansı bir qoyulan problem, yəni problem əsaslı öyrənmədə qoyulan problem hər hansı bir spesifik problemə yönəlir. Spesifik nə deməkdir? Yəni dəqiq problemə yönəlir. Bax, burada indi bunların fərqinə baxaq. Deməli, layihə əsaslı öyrənmədə geniş mövzunu əhatə etməklə kompleks problemlərə yönəlir. Kompleks, hərtərəfli problemlərə yönəlir. Amma burada qoyulan problem spesifik olmalıdır. Spesifik problemlərə yönəlir. Şagirdlərdə əməkdaşlıq şəraitində, yəni deyir, şagirdlər əməkdaşlıq şəraitində hansısa real dünya problemlərini götürüb onun haqqında informasiya toplayır. Düzdür, real həyat problemlər hər ikisində var idi. Sadəcə burada bizə nə demək istəyir? Fərqli xüsusiyyətini demək istəyir ki, yəni burada real həyatı problemləri götürürlər şagirdlər, onun haqqında, problem haqqında informasiya toplayır. İnformasiya toplamaq hər ikisində var idi. Sadəcə baxırıq, indi buradakı informasiya digərindən fərqlidir. İnformasiya toplayırlar və daha sonra hipotez irəli sürür. Hipotez irəli sürüb həll yolunun təklif edirlər. Yəni problemin həll yolunu təklif edirlər. Bax, burada şagirdlər problemi əks etdirən məhsul hazırlığı təqdim edirlər. Amma burada şagirdlər hipotez irəli sürür. Hipotez nədir? Yəni fərziyyə deməkdir də. Şagirdlər fərziyyə, hipotez irəli sürür və problemin həll yolunu təklif edirlər. Deməli, yenə müəllimlər təkrarlayıram. Layihə əsaslı öyrənmədə şagirdlər məhsul hazırlığı təqdim edir. Problem əsaslı öyrənmədə problemin həll yolunu təklif edirlər. Bir də müəllimlər, hipotez irəli sürmək sorğu və araşdırma əsaslı təlim modelində də var idi. Bax, orada da mən demişdim ki, hipotez irəli sürməyi yadımızda saxlayırıq. Hipotez irəli sürmək açar məqam olaraq həm problem əsaslı öyrənmədə var, həm də sorğu və araşdırma əsaslı təlim modelində var. Sonra baxırıq indi müəllimin roluna baxırıq. Hər ikisində demişdik müəllimin rolu var. Sadəcə burada da bir fərqli məqamları var. Deməli, layihə əsaslı öyrənmədə müəllim fasilitator kimi müxtəlif formalarda öz dəstəyini göstərir. Həmçində müəllimlər, bayaq mərhələləri sizə sadalamışdım ki, bax bu mərhələlərdə müəllimin deməli burada fasilitatorluğu var. Belə ki, sual qoyanda da müəllimin deməli orada təlim modelində yer alır. Şagirdləri resurslara yönəltməkdə də müəllim deməli orada rol alır. Müntəzəm rəylərin verilməsində də müəllim yaxından iştirak edir. Deməli, layihə əsaslı öyrənmədə, sualın qoyuluşunda da, resurslarla təminatda da, müntəzəm rəylərin verilməsində də müəllim yaxından iştirak edir. Amma problem əsaslı öyrənmədə də deyirik ki, müəllimin fasilitatorluq rolu davam etsə də, burada da müəllimin fasilitatorluq rolu davam edir. Amma bir fərq var ki, burada müəllim bir addım geridə qalır. Layihə əsaslı öyrənmədə bütün prosesdə müəllimin fasilitatorluq bacarığı, skaffolding yanaşması var bütün mərhələlərdə. Yəni müəllim də şagirdlərlə qarşılıqlı fəaliyyətdə olur. Amma problem əsaslı öyrənmədə deyirik ki, müəllimin fasilitatorluq rolu davam etsə də, ancaq bir addım prosesdən kənarda qalır. Şagirdlərə problemin seçimində, informasiyaların toplanmasında, problemin həllində deməli şagirdlərə seçim imkanı verilir. Bax, problem əsaslı öyrənmədə şagirdlər problemi də özləri seçir. Problemi də özləri seçir, öz maraqlarına uyğun olaraq istədiyi mənbələrdən informasiya toplayırlar və sonda da problemin həll yolunu şagirdlər özləri ortaya qoyur. Əhatə dairəsinə baxırıq. Deməli, layihə əsaslı öyrənmənin əhatə dairəsi, yəni reallaşması, əhatə dairəsi vaxt deməkdir də. Vaxtı, deməli, həftələri, yarım ili, hətta bütün ili də əhatə edə bilər.
Həmçinin də burada model, sonda şagirdlər model məhsul ortaya qoyurlar. Amma problem əsaslı öyrənmədə deməli əhatə dairəsi nə qədər olacaq? Bir neçə gün ola bilər və yaxud da ki, bir həftə ola bilər. Yəni burada yarım il və yaxud da ki, bir il deyə bilmərik. Bir neçə gün və yaxud da ki, bir həftəni əhatə edəcək. Deməli, məqsəd təqdim edilən konkret problemlərin həll edilməsidir. Burada məqsəd nədir? Məqsəd təqdim edilən problemlərin həll edilməsidir. Yəni şagirdlər problemi burada konkret həll etməlidirlər, problemin həll yolunu qoymalıdırlar. Amma burada məqsəd nədir? Məqsəd şagirdlər deməli məhsul hazırlığı ortaya qoymalıdırlar. Qiymətləndirməsinə baxırıq. Layihə işinin qiymətləndirilməsi, layihə işinin layihə əsaslı öyrənmənin layihə əsaslı öyrənmədə deməli qiymətləndirmə meyarları mürəkkəb xarakterə malikdir. Yəni burada qiymətləndirmə meyarları geniş olur. Deməli burada şagirdlərin bir neçə bacarığı qiymətləndirilir. Məsəl üçün nə qiymətləndirilə bilər? Məzmun qiymətləndirilə bilər. Məhsul qiymətləndirilə bilər, əldə edilən bilik və bacarıqlar, həmçinin şagirdlərin əməkdaşlıq bacarıqları qiymətləndirilə bilər, kreativlik, yəni kreativlik nə deməkdir? Yəni şagirdlərin yaradıcılığı qiymətləndirilə bilər, şagirdlərin təqdimatı qiymətləndirilə bilər. Ona görə də deyirik ki, layihə əsaslı öyrənmə zamanı qiymətləndirmə meyarları daha mürəkkəb xarakterə malikdir. Burada çünki şagirdlərin həm bilik və bacarığı qiymətləndirilə bilər, təqdimatı qiymətləndirilə bilər, şagirdlərin kreativliyi, yəni yaradıcılığı qiymətləndirilə bilər, məzmun, məhsul hazırlığı, əldə edilən bilik və bacarıqlar da qiymətləndirilə bilər. Aha, indi baxırıq problem əsaslı öyrənmədə qiymətləndirmə necə olacaq? Bax, burada problem əsaslı öyrənmədə isə deyir problemin həlli prosesi, tənqidi düşüncə və təklif edilən həll yolunun keyfiyyəti qiymətləndiriləcək. Bax, burada gördünüz nə qədər mürəkkəb qiymətləndirmə meyarları biz sadaladıq. Amma burada nə deyirik? Deyirik ki, deməli, burada problemin həlli prosesi, tənqidi düşüncə və təklif edilən həll yolun keyfiyyəti qiymətləndirilir. Yəni, təklif edilən həll yolun keyfiyyəti harda qiymətləndirilir? Problem əsaslı öyrənmədə. Bax, müəllimlər, həmçinin problem əsaslı öyrənmənin özünə məxsus açar bir xüsusiyyəti var ki, layihədə bu xüsusiyyət yoxdur. Deməli, həll yolunun keyfiyyəti, yəni şagirdlərin problemin həlli üçün qoyduğu həll yolunun keyfiyyəti harda var? Problem əsaslı öyrənmədə var. Belə deyək də, bax, layihə əsaslı öyrənmədə şagirdlər problemi əks etdirən məhsul ortaya qoyur. Amma problem əsaslı öyrənmədə şagirdlər problemin həll yolunu ortaya qoyurlar. İndi mən nəyi bildirmək istəyirəm? Yəni, problemin həll yolunu ortaya qoyur şagirdlər hansı təlim modelində? Problem əsaslı təlim modelində.